Ya Allah, hörmətli izləyicilər, sizlərə yaşayışlı mebelləri ilə birgə satılan evdən tanış etməyə gəlmişəm. Dostlar, evdən heç bir əşya götürülmür. Nə görürsünüzsə, hamısı evdə qalacaq, kondisionerə kimi. İlk öncə qonaq otağı ilə, yəni videoya başladım. Maşallah gördüyünüz kimi də geniş və səliqəlidir. Burada xanımların çox sevdiyi bir yer, mətbəx mövcuddur. Gir yaşa evdir dostlar, bir də qeyd edirəm. Heç nəyə ehtiyacı yoxdur. İstilik sistemi kombidir, döşəmə istipoldur. Birinci mərtəbə ilə ikinci mərtəbənin ara kəsməsi monolit betondur. Burada bir yataq otağı. Bu gördüyünüz evin hamam, ayağı yolusu. 3 sot torpaq sahəsində tikilib. 3 sot torpaq sahəsində yerləşmə yerində sizə göstərəcəm. Həqiqətən super bir ərazidə yerləşir. 4 sot, 4 sot torpaq sahəsində tikilib. Daxil oluruq. Bu bir yataq otağı, ikinci mərtəbənin. Ay maşallah. Bu ikinci bir yataq otağıdır. Nə qədər əşya var. Bu əşyalar götürüləcək, yəni başqa evindir. Bu da üçüncü bir yataq otağı. Mebel qarışıq satılır. Bir də qeyd edirəm. İkinci mərtəbənin sanuzeli. Balkona çıxışda var. Sadəcə videonun qısalınması üçün biraz tez-tez hərəkət edirəm. Dostlar, əlaqə nömrəm səhifəmdə qeyd olunub. Fikir ciddi olanlar mənimlə əlaqə saxlasınlar. 4 sot torpaq sahəsində. Evin bir dənə üz görünüşün sizdən tanış edim. Bir də qiyməti qeyd etmək istəyirəm. Ərazini də qeyd edəcəm. Qiymət olaraq dostlar, əşyalı 182.000 manatdan çıxıb satışa. Əşyalı. Evdən heç bir əşya götürülmür. Ərazi də ünvan olaraq da Maştağa Buzovna yolu. Maştağa Buzovna yolu əsas yola tam yaxın bir ərazidə. Qapının ağzına kimi asfaltdır. Marşrut xətti də evin tam qarşısından işləyir. Yəni marşrut xətti bu ərazidən işləyir. Obyekt də tikmək olar. Gördüyünüz bu boş sahədə obyekt də tikmək olar. Əlaqə nömrəm səhifəmdə qeyd olunub. Fikir ciddi olanlar mənimlə əlaqə saxlasınlar. Videonu izlədiyiniz üçün təşəkkür edirəm.